bildiyimiz sənaye üsuluyla istehsal olunmuşu, bir də kənd yumurtasını. İkisini də çıxardaq, PCR testə verək, laboratoriyalara verək, laboratoriyaların tədqiqatının nəticəsini ortaya qoyaq. O cümlədən ətin tədqiqatının nəticəsini ortaya qoyaq. Broiler toyuğunun ətinin tədqiqatını və kənd toyuğunu qoyaq. Bax, fərq nədədir? Heç bir şeydə biz kənd toyuğunu belə götürüb, dediyim kimi, həmin şəraitdə saxlasaq, həmin fermalarda saxlasaq, həmin bəsləməni baxsaq, eyni şəkildə də onun müəyyən mənada bu deyək, 40 günə böyüyürsə, o 65 günə böyüyəcək. Həmin kilonu almasa belə, ona görə ki, onun o cinsi yoxdur. Gen mühəndisliyi nəticəsində formalaşıbdır bu. Bunlar yoxdur. Bunlar, məsələn, çox belə nəzər yetirirlər. Əlbəttə. Əgər deyirsiniz ki, bax, broileri də olar, bu dediyiniz yumurta, mən etiraz eləmirəm, indi siz bu sahədəsiniz. Amma nəyə görə, məsələn, balığı yarım çiğ yemək olur suşidə, əti yarım qanlı steak yeyilir. Haradasa eşidibsiniz ki, toyuğu yarım bişmiş istifadə olunsun? Siz kənd toyuğunu yarım bişmiş istifadə eləmişsinizmi? Mən yaxşı, eyni şey, demək toyuq əti olmur da. Yox, yarım bişmiş söhbət. Bax, indi məsələn, toyuqla bağlı da deyirik. Əgər bu elə bu qədər keyfiyyətlidirsə, içində olan antibiotiklər dedik, içində olan duzları dedik, içində olan hormonları dediksə, onda zaten niyə bu istifadə olunmur? Onda nəyə görə? Siz yaxşı vurğuladınız ki, bu dəqiqə akselerasiya gedib, insanlar böyüyüb, artım, bunları yedizdirmək lazımdır. Amma bunları mən hər zaman deyirəm, qoy az olsun, keyfiyyətli olsun. Nəyə ki, çox sizin mən miqdarda olsun. sualınıza cavab verim, fikrinizi yayındırmayın. Mən sizə kənd toyuğu dediyimiz bizim, əsasən kəndlərdə, həyətlərdə olan toyuqlardır. Doğru mu? Siz onu çiğ alıb yemişsinizmi? Yox, mən onu istifadə eləməmişəm. Yox, çiğ istifadə eləmişdir. Eyni şeydir. Amma eyni şeydir. Tutaq ki, həmin ətli istiqamətli maldarlıqda danaların ətini çiğ yeyilir. Ətli istiqamətlidir. Və yaxud kənddən o götürdüyümüz dananın ətini çiğ yeyə bilirik. Bu ayrı-ayrı fərqlidir. Sizin sualınızın cavabı bir-birini uyğunlaşdırmadı. Yox, bax, dananı bir il iki... Qazı çiğ yemək olur. Xeyr. Hinduşkanı yemək olur. Hinduşkanı yemək olur, yox. Və niyə onda quşu olmaz, amma balığı, heyvanı olar? Mənə görə ona Şəlalə xanım cavab verə bilər. Bir dəxli yoxdur ki, yaxud hormona bir dəxli yoxdur, yaxud broiler toyuqlarına bir dəxli yoxdur. Şəlalə xanım cavab verə bilər. Şəlalə xanım gəldi, sizin sahəyə çatdı, ümumiyyətlə doğrudan maraqlıdır. Quşları niyə çiğ yemək olmaz? Şəlalə xanım getdi. Xahiş edirəm onu qaytaraq, çünki sual onunla bağlıdır. Amma həqiqətən biraz əlaqəsi görünmədi sözün doğrusu, mənim üçün də maraqlıdır, amma mənim üçün maraqlı o balığı və yaxud da o əti niyə çiğ yesinlər ki, bax bu maraqlıdır. Bir də ki, iri buynuzlu heyvanlara da antibiotik vurulur. Bu ətli istiqamətli hal-hazırda, ətli istiqamətli iri buynuzlu heyvanlar var. Mal ətinin antibiotik vurulur. Yəni biz bunu gəlin etiraf edək. Yox, istənilən halda bu xəstəlik varsa da, həmin xəstəliklərə uyğun antibiotiklər vurula bilər, onun müalicəsini ola bilər. Hər yerdə belədir, bu ola bilər. Amma ümumiyyətlə toyuqçuluqda antibiotikdən ən son istifadə oluna bilər ki, əgər o xəstəlik varsa. Xəstəlik əsasən antibiotiklər ana sürüsündə istifadə olunur ki, o cücə sağlam şəkildə sahəyə getsin. Ona mürvətinə, bax, söylədi bizim Şəfa xanım ki, kişilər qadınlaşır və yaxud da nə oğlanlar qadın figura sağlayır. Mən bu ümumiyyətlə deyir, məsələn, biz bu gün üçün bir növ həmin şeyi deyirlər ki, Coca-Cola'nı çox içənlərdə kişilər qadınlar, kolanı. Və digər məhsul, içki məhsulları və yaxud Red Bull-u və yaxud Dizo, digər, üzr istəyirəm, bunların hamısını deyirlər, doğru mu? Ümumiyyətlə, ölkədə ən çox istehlak olunan nə varsa, dünyada bu belədir də, onun bir mənfi reklamı da olur. Yaxud başqa bir sexlər, başqa bir şeylərlə, tutaq ki, toyuq ətinə götürür, su vurur, haradasa. Bu balaca bir gündəlik istehsalı, bunun cəmici 300-500 toyuq ola bilər. Amma 100 minlərlə toyuq kəsən fabrik bunu edə bilməz ki, edə bilməz. Ona görə mən tam səmimi deyirəm, biz bu gün üçün Şəfa xanıma da məsləhət görürəm ki, həkim, diyetologdur, götürsün, kənd toyuğunu da, broiler toyuğunu da, kənd yumurtasını da, broiler yumurtasını da bir laborator analizə versin, fərqinə baxsın, görsün, bunların bir fərqi varmı? Yəni deyirsiniz, heç bir fərqi yoxdur. Heç bir fərqi yoxdur, heç bir fərqi yoxdur. Götürün ona baxın. Yox, heç bir. Yəni bunu gedib baxmaq lazım. Mən onu laboratoriyasız da deyə bilərəm.